Türkiye'nin müdafiə sənayesi konserni Otokar tarixindəki ən böyük ixrac müqaviləsini həyata keçirməyə hazırlaşır. Rumuniyaya 1059 ədəd tam ötürücülü Kobra 2 zirehli avtomobili göndəriləcək. Bu müqavilə Türkiye'nin indiyə qədər həyata keçirdiyi ən iri miqyaslı birgə zirehli texnika ixracı olaraq tarifə düşür. Şirkət öhdəlikləri vaxtında yerinə yetirmək üçün istehsal prosesini sürətləndirir. Kobra 2 zirehli avtomobilləri məşhur Kobra platformasının təkmilləşdirilmiş versiyasıdır və aşağıdakı xüsusiyyətlərə malikdir. Minalara və partlayışlara qarşı yüksək səviyyədə mühafizə, çətin relyefli ərazilərdə keçid qabiliyyəti, tapşırıqlara uyğun müxtəlif silah və avadanlıqların quraşdırılması imkanı. Bu tədarük Otokarın beynəlxalq bazarda mövqeyini gücləndirir və Türkiye'nin müasir hərbi texnika ixracatçısı kimi artan rolunu bir daha təsdiqləyir. Eyni zamanda bu müqavilə Ankara ilə Buxarest arasında müdafiə əməkdaşlığının genişlənməsinin və Şərqi Avropada artan militarizasiya fonunda strateji yaxınlaşmanın göstəricisidir.